Salam uşaqlar, mən riyaziyyat müəllimi Arzu Ələdin qızı. Sizə bu günləri çoxluqlar dərsində ilkin yoxlama, daha sonra isə çoxluğu izah edəcəyəm. Videomuzu bəyənməyi, paylaşmağı və şərhlər yazmağı unutmayın. Sualınız olarsa şərh bölməsinə yazın. Deməli, bu günləri biz çoxluqla tanış olacağıq. Çoxluq nədir? Məsələn, var meyvələr çoxluğu, alma, armud, nə bilim, gilas, var ev əşyaları çoxluğu, məsələn, var fiqurlar çoxluğu. Məsələn, baxın, burada A variantında fiqurlar çoxluğudur. Tam üçbucaq, kvadrat, düzbucaqlı. Tutalım ki, uşaqlar, sizin adınız, birinizin adınız Yusifdir. Yusifdə bu Yusif adı nələrdən təşkil olunub? Hərflər çoxluğunda. 1, 2, 3, 4, 5. 5 dənə hərf var və müxtəlif hərfdir. Deməli, sizin adınızda 5 dənə element var. Amma məsəl üçün, tutalım ki, Ayan adında bir qız olsa, Ayan. Bir hərfdən 2 dəfə yazmırlar. Ayını. Deməli, bu adın əslində 3 elementi var. İndi isə gəlin baxaq görək burada nə deyir. Deyir ki, verilmiş fiqurların diaqramın hansı hissəsinə uyğun olduğunu müəyyən edin. Düz bucağı olan fiqur. Məsələn, bax, biri budur, çünki düz bucaqlı üçbucaqdır. Biri düz bucaqdır, biri də kvadratdır. Deyir, bərabər tərəfləri olan fiqurlar. Bərabər tərəfləri olan fiqurlara kvadrat daxildir və bərabər tərəfli üçbucaq daxil ola bilər. Deməli, baxın, bu ortaya hər ikisi üçün eyni xüsusiyyəti daşıyan yazılır. Yəni, məsələn, mən bu ortaya yazacağım kvadrat. Çünki kvadratın həm düz bucağı var, həm də bütün tərəfləri bərabərdir. Deməli, bu xüsusiyyət hər ikisinə aid oldu. Sonra, məsələn, gəlin ikincisinə baxaq. Düz bucağı olan fiqur. Biri budur, yazırıq bura. Paralel tərəfləri olan fiqur. Deməli, bu düzbucaqlının həm düzbucağı var, həm də tərəfləri paralel. Deməli, onda, baxın, bu düzbucaqlını bura yazacağıq. Paralel tərəfi olan, məsələn, trapesiyanı bura yazacağıq, amma düzbucağı, bu şəkildə düzbucağı var mı? Bəli, düzbucağı var. Bunu da gətirək bura yazaq. Çünki həm düzbucağı var, həm də paralel tərəfi var. Məsələn, amma bu trapesiyanın düzbucağı yoxdur. Amma paralel tərəfi var. Baxın, burada trapesiya. Bax, bu yaşıl trapesiyanı yaza bilərik. Sonra, məsələn, baxın, düz bucağı var, qırmızı üçbucağın. Amma paralel tərəfi yoxdur. Onda, bax, o qırmızı üçbucağı da, məsələn, bura yaza bilərik. Məsələn, bunun düz bucağı yoxdur, amma paralel tərəfi var. Bənövşəyi paralelogramı da, məsələn, bu tərəfə yazırıq. Yəni, bu Venn diaqramında, uşaqlar, bax, bu hissə kəsişməni göstərir. Yəni, həm bunda var, həm də bunda var. Yəni, ortaq elementləri var da, belə deyək, ortaq xüsusiyyətləri var. Məsələn, gəlin baxaq ikinci tapşırığa. Deyir ki, diaqramın hissələri müvafiq ədədləri müəyyən edin. Bir rəqəmli cüt ədədlər. Uşaqlar, gəlin bir rəqəmli cüt ədədlər yazaq. 2, 4, 6, 8. Hələlik yazıram, sonra Venn diaqramına yazacağım bunları. Bir rəqəmli sadə ədədlər. Uşaqlar, sadə ədədlər hansıdır? 1-ə və özünə bölünən ədədlərdir. 2, 3, 5, 7, 9. İndi uşaqlar, baxın diqqətlə. Bir rəqəmli cütdür və sadədir. Deməli, 2-ni bura yazacaq ki, həm bir rəqəmli cütdür, həm də sadədir. Ortaq xüsusiyyət bu olduğuna görə ortaya yazdıq. Bu hissəyə yazacaq 4, 6, 8. Bu bir tərəfə yazacaq 3, 5, 7, 9. Gördünüz mü? 2 ortaq olduğuna görə bura ortaya yazdıq. Yəni, kəsişməkdir. Məsələn, 19-dan kiçik cüt ədədləri yazaq. 2. Məsələn, qeyd edək. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18. Sonra 19-dan kiçik 3-ə bölünən ədədlər. 3, 6, 9, 12, 15 və 18. Baxın, uşaqlar, 2, yox, daha doğrusu 6 burada da var, burada da var. 12 burada da var, burada da var. 18 burada da var, burada da var.
Deməli, bu ortaya kəsişməyə hər ikisi üçün ortaq olanlar hansı idi? 6 idi, 12 idi, 18 idi. Deməli, 6, 12, 18 həm cütdür, həm də eyni zamanda 3-ə bölünən ədəddir. Ortaq olduğuna görə bura yazırıq. Yaxşı, 6, 12, 18-i yazmışıq. Deməli, bu tərəfə də yazacağıq 2, 4, 8, 10, 14, bir də 16-nı. Bu bir tərəfə yazacağıq uşaqlar. Deməli, 6, 12, 18 yazmışıqsa 3, 9, 15 və 18. Yəni, ortaq olanı Venn diaqramına görə kəsişməyə yazdıq. Sonra, deyir, verilən ədədlər arasında uyğun ədədləri müəyyən edin. Natural ədədlər. Uşaqlar, natural ədədlər nədir? Sayarkən istifadə etdiyimiz ədədlər naturaldır. Deməli, 7 naturaldır, 39 naturaldır, başqası natural deyil. Tam ədədlər nədir? Tam ədədlər natural və 0, bir də onların əksi. Yəni, sizə tam ədəd desələr, siz 7-ni də götürə bilərsiniz, mənfi 7-ni də, mənfi 8-i də, mənfi 58-i də, 39-u da, 0-ı da, mənfi 25-i də. Sonra, kəsr ədədlərə hansılar daxildir? 5-də 2. Sonra, məsələn, 3,2-ni də kəsrlə yazmaq olar. Əslində, düzgün olmayan kəsrə çevirsəz, eləyəcək 10-da 32. Lap ixtisar edib 2-yə bölsəz 16, 5-də 16 olar. Sonra, baxaq 4-cü. Verilənləri müstəvi fiqurlar və fəza fiqurları olmaqla 2 qrupa ayırın. Hər 2 qrupa aid olan fiqur varmı? Məsələn, baxın, müstəvi fiqur, fəza fiqurlar. Fəza fiqurları kubdur, prizmadır, konusdur, silindrdir. Müstəvi fiqurlar, məsələn, üçbucaq, düzbucaqlı, romb, bunları yazacaqsınız. Deyir, hər iki qrupa aid olan varmı? Bunları araşdıracaqsınız. Aiddirsə niyə, deyilsə niyə? Yəni, Venn diaqramı çəkib qeyd eləmək lazımdır. Yəni, bunları Venn diaqramı ilə göstərsəz daha yaxşı olar. Sonra, gəlir nə? Deməli, Venn diaqramını tamamlayın. 34-ün bölənləri. 34-ün bölənləri 1-dir, 2-dir. Sonra 17-dir, bir də 34-dür. 51-in bölənləri 1-dir, 3-dür. Sonra 17-dir, bir də 51-in özüdür. Ortaq nə var burada? 1 hər ikisi üçün ortaqdır. Bir də 17 hər ikisi üçün ortaqdır. Ortaya yazıram. Yerdə nə qalır? 2 və 34. Yazdım sola. Sonra 1 ilə 17-ni yazmışdım bu biri üçün. Burada yazıram 3 ilə 51. Yəni ortağı da bura yazılır. Buna həm də kəsişmə deyilir. Baxın, işarə belə olur. 24-ün bölənlərini gəlin yazaq. 1-dir, 2-dir, 3-dür, 4-dür, 6-dır, 8-dir, 12-dir və 24-dür. 36-nın bölənləri 1-dir, 2-dir, 3-dür, 4-dür, 9-dur, sonra 12-dir, daha sonra 18-dir və 36-dır. Ortaq nə görürük aşağılar? 1, 2, 3, 4-ü görürük. 12-ni görürük. 1, 2, 3, 4 və 12 ortaq. Görürsünüz, gətirdim və bu kəsişməyə yazdım. 1, 2, 3, 4, 12 ortaqdırsa, yerdə qalır. Burada 6, 8 və 24. Bu bir tərəfdə qalır. 1, 2, 3, 4, 12-ni seçmişəmsə, qalacaq 9, 18 və 36. Sonra, baxaq növbəti suala. Deyək, sinifdəki 20 şagirdin hər biri ən çoxu bir dərnəyə gedir. Gəlin, Venn diaqramı çəkək. Aha, deyir, ən çoxu bir dərnəyə gedir. Şagirdin 40% rəsm dərnəyinə yazılıb. Rəsm və rəqs dərnəyinə gedənlərin sayı 4-5 nisbət. Neçə nəfər bu dərnəklərin heç birinə getmir. Yaxşı, gəlin belə eləyək. 20 şagirddir.
20-nin 40%-ni tapaq. 20-ni vuraq 40-a, uşaqlar, bölək 100-ə. Çünki ədədin faizini tapanda faizə göstərib 100-ə bölürlər. 8 nəfər gedir, rəsm, buraya yazaq rəsm, burada yazaq rəqs. Aha, rəsmə neçə nəfər gedir? 8 nəfər. Yazın. Rəsm və rəqs dərnəyinə gedənlərin sayı 4-5 nisbətindədir. Rəsm və rəqs. Mən bilirəm ki, rəsmə 8 nəfər gedir. Bax, 4-5 nisbətidir. 4x bərabərdir 8 qoyursunuz. X bərabərdir 2-yə uşaqlar. 8-i 4-ə böldüm, 2 aldım. Bəs rəqsə neçə nəfər gedirdi? 5x qədər. Yəni 5 vuraq 2, 10 nəfər gedirdi rəqsə. 10 nəfər rəqsə gedir. 8 nəfər gedir deməli rəsmə. Neçə oldu? 10 üstə gəl 8, 18 nəfər. 18 nəfər deməli dərnəyə gedir. Bizim sinifimizdə də 20 şagird var. Deməli belə çıxır ki, 20 çıxaq 18, 2 nəfər heç birinə getmir. Yəni heç nə rəsmə gedir, nə də ki rəqsə gedir. Hər ikisinə gedən yox idi. Yəni məsələnin şərtində bu yox idi. Ona görə uşaqlar belə tapası olduq. Sonra gəlin baxaq indi dərsimiz çoxluğa. Deyir ki, şəkildəki canlılar hansı əlamətlərinə görə qruplaşdırılır? Məsəl üçün, mən buna deyərdim ki, suda yaşayan canlılar. Belə demək olar. Sonra, bu qrupa hansı ki canlını əlavə etmək olar? Hansını əlavə etmək olar? Hansısa bir balıq növünü əlavə etmək olar? Əqrəbi əlavə etmək olar? Suda yaşayandır. Sonra, bu qrupa aid olmayan hansı canlıları sadalaya bilər? Məsələn, suda yaşamayan canlılara canavar, it, sonra at, bunları misal göstərmək olar. Yaxşı, çoxluq. Ümumiyyətlə, çoxluğun uşaqlar xüsusi bir tərifi yoxdur. Məsələn, tam şagird çoxluğu var, güllər çoxluğu var, məsələn, qızılgül, lalə, bənövşə, sonra nə bilim, heyvanlar çoxluğu var, ev əşyalar çoxluğu var, natural ədədlər çoxluğu var və s. Baxın buradakı işarəyə. Bax bu hərf bu deməkdir ki, daxildir deməkdir. Məsələn, 5 daxildir, natural ədəddir. Bəli, 5 natural ədəddir. Çünki biz sayarkən istifadə etdiyimiz ədəddir. Məsələn, -5 daxil deyil naturala. Çünki -5 uşaqlar tam ədədə daxildir, z-ə daxildir. Məsələn, -12 daxil deyil natural ədədə. Da biz onu sözlə yazmırıq ki, daxil deyil. O sözü yazmırıq. Sadəcə bu işarələrlə göstərir. Baxın, Rusun elsidir də bu. Burada üstdən xətt çəkirik. Yəni, daxil deyil. Daxil olanda da bunu qoyuruq. Sonra, məsələn, deyirəm ki, natural ədədlər çoxluğu. Bu sonsuzdur. Çünki biz bilmirik sonuncu natural ədəd hansıdır. Sonsuz saydadır. Sonra, məsələn, tutalım ki, bir dənə at çoxluğu yazıram. Uşaqlar, 1, 2, 3. Düzdürmü? Deyirəm, neçə elementi var? 1, 2, 3. 3 dənə elementi var. Bu olsun 7, fərqi yoxdur. 3 elementi var. Lalə sözündə neçə element var? Bir hərfdən 2 dəfə yazmaq olmaz. L, A, Ə. Deməli, bu çoxluğun 3 dənə elementi var. Elementi olmayan çoxluq da ola bilər. Buna deyirlər boş çoxluq və işarəsi budur. Məsələn, sizə deyir ki, 1 ilə 2 arasında yerləşən natural ədəd tapın. Uşaqlar, 1 ilə 2-nin arasında natural ədəd yoxdur axı. Deməli, deyəcəksiniz boş çoxluq. Məsələn, 3 ilə 4 arasındakı natural ədədi yazın. Məsələn, bu boş çoxluqdur. Sonra gedək, baxaq nəyəm. Verilən çoxluğa aid olan varlıqlara və ya aid olmayan varlıqlara bir neçə nümunə. Məsələn, bitkilər çoxluğuna göstərə bilərik ki, məsələn, tutalım ki, nanə, yarpız, sonra çəkirik otu, bitkidirlər də. Heyvanlar çoxluğuna fil, dəvə, daha sonra qartal, misal göstərmək olar. Musiqi aləsinə saz, kamança, tar, bunları misal göstərmək olar. Sonra baxaq ikinciyə. Deyir, verilən çoxluğa daxil olan 3 element və daxil olmayan 3 element. Məsələn, sadə ədədlər çoxluğuna daxil olan tam S yazaq da, uşaqlar.
Sadə ədədlər çoxluğuna daxil olan 3 dənə element 3, 5, 7 yazaram. Daxil olmayan elementə isə yazaram, məsələn, deməli, buna daxil işarəsi qoyaq. Yazaq 9, 12, 18. Niyə? Çünki 9, 12, 18 mürəkkəb ədəddir. Sonra B variantına deyir ki, mürəkkəb ədədlər çoxluğu yaz. Yazaq da uşaqlar. Mürəkkəb ədədlər, məsələn, 20, 25, 30. Mürəkkəb ədəd nədir? 2-dən çox böləni olan ədədlərə mürəkkəb ədədlər deyilir. Sonra tam ədədlər çoxluğuna uşaqlar yazaq. Məsələn, -7, 3, məsələn, -18. Bunu da tam ədədlər çoxluğu üçün yazmış olduq. Sonra, üçüncü çalışmaya baxaq. Üçüncü çalışmada deyir ki, hansı yazılış doğrudur? Uşaqlar, bizə A çoxluğunun elementlərini verib 5, 10, 15 və 20-dir. İndi biz burada suallara cavab verir. 10 daxildir A çoxluğuna. Bəli, doğrudur. Çünki 10 var idi. 0 daxildir A çoxluğuna. Xeyr, uşaqlar, burada A çoxluğunda 0 yox idi. Deməli, bu səhvdir. 20 daxil deyil A çoxluğuna yazıb. Xeyr, səhv yazıbdır. Niyə? Çünki bizim A çoxluğumuzun 20 olan elementi var da, əslində belə yazılmalı idi, daxildir. Deməli, bunu da səhv yazıb. Deyir, 25 daxil deyil A çoxluğuna. Düz yazıb, çünki bizim A çoxluğumuzun deməli, nədir onun adı? 25 deyə bir elementi yoxdur. Sonra 5 daxildir A çoxluğuna. Bəli, bu doğru fikirdir. Sonra deyir ki, 15 daxil deyil A çoxluğuna. Uşaqlar, 15 axı A çoxluğuna daxildir. Deməli, bunu burada səhv yazıblar. Əslində yazmalıydılar ki, 15 daxildir A çoxluğuna. Bunu yazmalıydılar. Sonra, B çoxluğu 36 ədədinin bölənlərindən ibarətdir. Hansı yazılışlar doğrudur? Gəlin belə eləyək, uşaqlar. 36-nın bölənlərini yazaq. 36-nın bölənləri hansılardır? 36-nın bölənləri 1-dir, 2-dir, 3-dür, 4-dür, 6-dır, 9-dur, 12-dir, 18-dir, 36-dır. 4 daxildirmi? Bəli. Deyir, 9 daxil deyil. Bu səhv fikirdir. 9 daxildir, axı 9 36-nın bölənidir. Bunu səhv yazıb. 7 daxildir B çoxluğuna. Xeyr, səhv yazıb. Çünki 36-nın 7 deyə bir böləni yoxdur. 18 daxil deyil B çoxluğuna. Uşaqlar səhv yazıb. Əslində 36-nı 18-ə bölmək olar. Bunu yazmalı idi. Daxildir B-yə. 12 daxildir B çoxluğuna. Bəli, doğrudur. 12-yə bölmək olar. 14 daxil deyil B çoxluğuna. Bəli, düz yazıb. 72, 36-nı 72-yə bölün. Yəni 72 36-nın böləni deyil, bölünənidir. Bu da səhv fikirdir. Əslində yazmalı idi, daxil deyil. Sonra baxaq 5-ci suala. Natural ədədlər çoxluğu, N natural ədədlər çoxluğu, Z isə tam ədədlər çoxluğudur. Boş xanalara daxildir, daxil deyil simvollarla uyğun olanı müəyyən edin. Uşaqlar, bax, bunun adı daxildir, bunun adı isə daxil deyil. 23 daxildirmi naturala? Bəli. 23 daxildirmi tama? Bəli. -8 naturala daxildir? Xeyr. Ona görə belə bir işarə qoyuruq. -8 daxildirmi tama? Bəli. 0 daxildirmi tama? Bəli. 0-12 natural ədəddirmi? Xeyr. Ona görə daxil deyil yazacağıq. Sonra, məsələn, deyir, çoxluğun verilmək üsulları. Uşaqlar, bax, çoxluqlar belə yazılır. Mən sizə bayaqdan yazıram, belə bir dalğalı mötərizə kimi bir şeydir. Onun içində yazırıq çoxluqları. Məsəl üçün, mən sizə deyirəm ki, tutalım ki, cüt ədədlər çoxluğu yazın. Siz deyəcəksiniz ki, Arzu müəllimə, cüt ədədlər çoxluğu, məsələn, 2, 4, 6, 8 və s. Bəli, düz deyirsiniz. Məsələn, tək ədədlər çoxluğu yazacaqsınız. Bəs yaxşı, bərabər çoxluqlar nədir? Uşaqlar, adından da bəllidir ki, bunların hər şeyi bir-birinə bərabər olur. Sadəcə yerlərini dəyişir. Bax, məsəl üçün, yazıram A çoxluğu 2, 4, 6-dır. B çoxluğunu yazıram avtomatik 4, 2, 6. Görürsünüzmü? Eynidir. Sadəcə yerlərini dəyişmişəm. Uşaqlar, ola bilər ki, sizə S çoxluğu verər.
C çoxluğuna yazar 3, 7, 11. Deyərsiniz ki, Ayarcı müəllimə, bunlar bərabər çoxluqda axı. Bunda da 3 dənədir, bunda da. Xeyr. Bunda 2, 4, 6 var. Bunda isə 3, 7, 11 var. Bunlar bərabər deyirlər axı. Bərabər olan A ilə B-dir. Yəni, bütün elementləri bir-birinə bərabər olur. Baxın, burada da yerini dəyişib. 2, 4, 6, 8-dir. Məsələn, yazıb 8, 6, 4, 2. Neyniyib ki, sadəcə yerini dəyişib də. Deməli, yenə də bərabərdirlər. Sonra, məsələn, nümunə verim. Məsələn, deyir ki, 12-dən böyük, 25-dən kiçik sadə ədədlər çoxluğu. Həmin o çoxluqları yazırsan, bir məsəl üçün ad qoyuruq da. Tutalım ki, 12-dən böyük, 25-dən kiçik sadə ədədlər 13-dür, 17-dir, 19-dur və 23-dür. Yazırsınız. Çoxluğa da ad qoyursunuz. A-dan, B-dən, C-dən nə istəyirsiniz, uşaqlar qoyun. Məsələn, gəlin baxaq A variantına, altını. Deyir, 20-dən kiçik cüt ədədlər çoxluğu. Hansılardır? Məsələn, bir B yazım. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18. 20-dən kiçikdir. Gördünüz, bunun üçün yazdım. Neçədən elementi var uşaqlar? Gəlin sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 dənə. 9 dənə elementi var. Sonra B variantına baxaq. 35-dən kiçik sadə ədədlər. Məsələn, adını qoyuram çoxluğun kaç çoxluğu. Sadə ədədlər 2, 3, 5, 7, 11, 13, məsələn, 17, 19, 23, 29, 31 və bunlar 35-dən kiçik sadə ədədlərdir. Aha, sonra baxaq C variantına uşaqlar. C variantında deyir ki, 15-ə bölünən 2 rəqəmli ədədlər çoxluğu, 15-ə bölünən 2 rəqəmli ədədlər çoxluğu elə 15-in özüdür. Qutardı getdi, bir dənə elementi var. Məsələn, 15-ə bölünən 3 rəqəmli ədədlər çoxluğu varmı? Yoxdur. Boş çoxluq deyəcəksiniz. 99-dan böyük olan 2 rəqəmli ədədlər çoxluğu. Uşaqlar, 99-dan böyük olan 2 rəqəmli ədəd var bəyəm? Yoxdur. Boş çoxluq. Yəni D variantına boş çoxluq deyəcəksiniz. Verilmiş çoxluqlar arasında bərabər olanları seçin. Uşaqlar, bərabər olması üçün onlar eyni olmalıdır. Lap yerləri dəyişik də ola bilər. Amma eyni olmalı. Baxın, A çoxluğu ilə D çoxluğu bir-birinə bərabərdir. Baxın, 5, 10, 15, 5, 10, 15 var. Burada da var, burada da var. Sonra baxaq başqa hansı ilə hansı bərabərdir. Bir də, baxın, A ilə D bir-birinə bərabər oldu uşaqlar. A ilə D. Bir də B ilə F bir-birinə bərabərdir. Daha sonra C ilə Y bir-birinə bərabərdir. Narahat olmayın, yerlərini dəyişib. Yenə də bərabərdir. Baxın, 1 burada da var, burada da var. 5 burada da var, burada da var. 25 burada da var, burada da var. Sonra baxaq digər çalışmalarımıza uşaqlar. Səhifə neçədir bu? Səhifə 9. Səhifə 9-dayıq. Bizcə dəqiqə uşaqlar 8-i dedik. Şimdi 9-a baxaq. Deyir fikirlərdən doğru yaxşı yaxınlış olduğunu nümunələr göstərməklə müəyyən edin. Deyir ki, İki çoxluq bərabərdirsə, onların elementlərinin sayı da bərabərdir. Bəli, iki çoxluq bərabərdirsə, elementin sayı da bərabərdir. Məsələn, baxın, A çoxluğu 2, 4 delər, uşaqlar. B çoxluğu 4, 2-dir. Yenə də elementlərinin sayı bərabərdir. Bunda da 2 dənədir, bunda da 2 dənədir. Bərabər olması üçün əlbəttə ki, elementin sayı bərabər olmalıdır. Deyir, bərabər sayda elementi olan istənilən iki çoxluq bərabərdir. Xeyr, bu səhv fikirdir. Niyə? Məsələn, tutalım ki, A çoxluğunun elementi 2, 4, 6-dır. Uşaqlar, 3 dənə elementi var. 1, 2, 3. B çoxluğunun elementi verirəm 2, 8, 18. Bunlar bərabər deyirlər, axı uşaqlar. Burada 2 var, yaxşı, burada da var. Amma burada 4 var. Bəyəm bu B çoxluğunda 4 var. Məsələn, burada 6 var, bəyəm B çoxluğunda 6 var. Nə olsun elementlərinin sayı bərabərdir? Bunlar bərabər çoxluq deyirlər. Və bunu da belə izah edəcəksiniz. Sonra 9-cu sualda deyir ki, A çoxluğu bərabərdir B çoxluğu olduğunu bilərək boş xanalara uyğun elementləri müəyyən edin. İndi baxaq. Baxın, 3, 6, 10. Uşaqlar, 6, 10 var, 3-ümüz yoxdur. Deməli, 3 yazacaqsınız.
Sonra B-yə baxaq. 11, 13, 17. Baxın, burada var 17, 19, amma A çoxluğunda 19 yoxdur. Gətirək 19-u bura yazaq. Burada da 11 ilə 13 yoxdur. Bu boşxanaya da 11, 13-ü yazaq getsin. 10-cu sualda deyir ki, yazılışında yalnız 2, 3, 4, 5 rəqəmləri iştirak edən 2 rəqəmli ədədlər çoxluğunun bütün elementlərini yazın. Alınan çoxluğu A ilə işarə edin. Gəlin yazaq. Yalnız yazılışında 2, 3, 4, 5 olan 2 rəqəmli ədədlər, məsələn 23, 24, 25, 32, 42, 52, sonra 43 yaza bilərik uşaqlar, 34 yaza bilərik, sonra 54 yaza bilərsiniz, eyni zamanda 45 yaza bilərik, sonra başqa nə var burada? Bunlar. 35 yazdıq mı? 35, 35 də yaza bilərik, 53 də yaza bilərik. Yəni bunları yazırsınız. Sonra bu çoxluğun neçə elementi var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Mən 12 dənə yazdım. Baxın, başqa ədəd də ağlınıza gəlirsə yaza bilərsiniz. Mən 24, 42 falan bunları yazdım. Sonra, amma yəni bu rəqəmlərin iştirakı olmalıdır. Daha sonra deməli, uşaqlar 25, 60 çoxluğuna ədədlərinin bu çoxluğa daxil olub olmadığını işarələrin köməyi ilə yazın. 25 daxildirmi? Bəli. 25 daxildir A çoxluğuna. 63 daxildirmi uşaqlar? Yox. Çünki biz burada 63 yaratmadıq axı. 63 daxil deyil A çoxluğuna. 48 daxildirmi? Xeyr. Çünki orada 4 var idi, amma 8 rəqəmi yox idi. Daxil deyil A çoxluğuna. 55 daxildirmi? Yazılışında yalnız bu rəqəmlər olsun. 2 rəqəmli ədədlər çoxluğu. Məsələn, rəqəmləri təkrarlananlar da yaza bilərdik əslində. Biz orada məsələn 55, 44 yaza bilərdik orada. Yəni 55 daxildir deyə bilərik. Amma desəydik ki, yalnız bir dəfə iştirak eləsin, onda mən deyən idim. Məsələn 23, 32. Əslində biz 33 də yaza bilərdik orada uşaqlar. Mən orada qeyd elədim ki, başqa əlavə də edə bilərsiniz. 22 də yaza bilərik, 44 də yaza bilərdik. Sonra deyir ki, bəzi çoxluğun elementləri hərflərlə işarələnir. Bu halda kiçik hərflərdən istifadə olunur. Bəli, bu da baxın, ABC kiçiklə qeyd olunubdur. Sonra mənə nə deyir burada? Deyir ki, verilmiş sözün yazılışında istifadə olunan hərflər çoxluğunu adlandırın və elementlərinin yazın. Çoxluğun neçə elementi var? Məsələn, uşaqlar, baxın, əmsal. Adın qoyaq A çoxluğu. Ə, M, S, A, L. Neçədən oldu? 1, 2, 3, 4, 5. Kəsr sözündə neçə element var? K, Ə, S, R. 4 dənə element. Tənik sözündə T, Ə, N, L, İ, K. Amma kvadrat sözündə uşaqlar bir hərfdən 2 dəfə yazmaq olmaz. K, V, A, D, R, T. Bax bu. Neçədən oldu? 6 dənə. Natural sözündə N, A, T, U, R, L. Neçədən oldu? 6 dənə. Ədəd sözündə uşaqlar bir hərfdən 2 dəfə yazmaq olmaz. Əd. Bunun 2 dənə elementi var. A çoxluq nədir? A çoxluğunun hər bir elementi B çoxluğuna daxildirsə, buna deyirlər A-ya B-nin A çoxluğu. Məsələn, baxın, A B-nin A çoxluğudur. Yəni, A-nın hər bir elementi B-yə daxildir. Məsələn, baxın, burada B-də 3, 4, 5-dir, A-da 2, 3, 4, 5-dir. Hansına daxildir? B A-ya daxildir. Deməli, B A-nın A çoxluğu. Yəni, B-nin hər bir elementi, baxın, gəldi, düşdü bura. Gəldi, düşdü bura. Gəldi, düşdü bura. Amma A, uşaqlar, B-nin A çoxluğu deyil. Çünki A hər bir elementini B-yə apara bilmir. Axı, məsələn, baxın, A-da 7 var, B-də bəyəm 7 var? Yox. Yəni, belə deyək də, uşaqlar, balaca böyüyə tabi olur. Yəni, baxın, 3-ü apardı. Öz balasını apardı bura. Öz balasını apardı bura. Balasını apardı bura. Gördünüz? Deməli, B, A-nın A çoxluğudur. A çoxluğu işarəsi qoyaq, belə.
İşarə budur. Yəni baxın bu işarə, onun tərsi. Deyir boş çoxluq hər bir çoxluğun alt çoxluğudur. Bəli, boş çoxluq, baxın burada da işarəsi var. Boş çoxluq hər bir çoxluğun alt çoxluğudur. Hər bir çoxluq özünün alt çoxluğudur. Bəli, bu qaydaları öyrənin ki, uşaqlar sonra kesikələrdə düşəcək. Deyir təsvirlərə əsasən hansı çoxluğun digərinin alt çoxluğu olduğunu yazın. Baxın, görürsünüzmü? Böyük A-dır. Balaca B-dir. Deməli, B A-nın alt çoxluğu. Balacalar həmişə böyüyə tabe olur. Məsələn, burada Y C-nin alt çoxluğudur. Balaca daxı. O da D-nin alt çoxluğudur. Bunlar hamısı D-yə daxil. Məsələn, yox, burada Y C-nin alt çoxluğu deyil. Çünki hər bir elementi buna daxil deyil. Biz burada ancaq yaza bilərik ki, uşaqlar, bax, ikinci şəkildə diqqətli olmaq lazımdır. Y D-nin alt çoxluğudur. C D-nin alt çoxluğudur. Çünki hər bir elementi daxil olmalıdır. Məsələn, amma burada üçüncü şəkildə F C-nin, baxın, elə bir ki, C-nin qarnındadır. Deməli, F C-nin alt çoxluğudur. O da H-ın alt çoxluğudur. Bax, bir-birinin qarnının içindədir. Amma burada elə deyil də, burada kəsişməkdir. Sonra 13-ə baxaq. Deyir ki, çoxluqları verilib. Hansı çoxluq digərinin alt çoxluğudur? Gəlin baxaq. Deməli, A-da 3 yazılıb. Belə çıxır ki, A B-nin alt çoxluğudur. Sonra A C-nin də alt çoxluğu ola bilər. Sonra A uşaqlar D-nin də alt çoxluğu ola bilər. Çünki aparırda 3 element. Sonra bax, B-də 3-4 var, C-də də 3-4 var. Deməli, B C-nin alt çoxluğudur. Həm də B D-nin alt çoxluğudur. Belə çıxır ki, C D-nin də alt çoxluğudur. Baxın, 3, 4, 5 burada da var. 3, 4, 5 burada da var. Sonra 14-cü sualda deyir ki, uyğun işarələrin köməyi ilə alt çoxluqlar və bərabər çoxluqları yazın. Oyun. Burada da Y-nı udur. Uşaqlar, bərabər çoxluq B ilə D-dir. Baxın, yun, Y-nı u. Eyni şeydir. B ilə D bərabər çoxluqdur. Uşaqlar, baxın, yun A-da da yazılıb oyun. Deməli, B A-nın alt çoxluğudur. D də A-nın alt çoxluğudur. Hər bir elementini daşıya bilir bura. C də A-nın alt çoxluğudur, uşaqlar. C də A-nın alt çoxluğudur. Hətta bunu belə də yaza bilərsiniz. Baxın. C D-nin alt çoxluğudur. O da bərabərdir B-yə. O da alt çoxluğudur A-nın. Baxın, bunlar hamısı A-nın alt çoxluğudur. Sonra baxaq. Deməli, verilmiş çoxluğun bütün alt çoxluqlarını yazın. Uşaqlar, bax, məsələn, deyir, heç bir elementi olmayan çoxluq boş çoxluqdur. Bir elementli alt çoxluqlar, baxın, bir dənə elementi var. Bir dənə sıfırdır və yaxud bir dənə birdir. İki elementi olan, məsələn, 1 ilə 2. Məsələn, od sözü, odur. Görürsünüz, 2 dənə elementi var. 3 elementi olan 1, 2, 3. Görürsünüzmü? 3 dənədir burada. Məsələn, A bərabərdir 1. Neçə dənə alt çoxluq var? 1 dənə. B bərabərdir 1, 4. Əslində belə nöqtə verici qoymalıdır uşaqlar. Bunun 2 dənə elementi var. 1, 2, 3. C-nin 3 dənə elementi var. 1, 2, 3, 4. D-nin 4 dənə elementi var. Sonra 16-da deyir ki, 16-da ABCD çoxluğu verilib. Alt çoxluğun bütün 2 elementli alt çoxluqlarını yazın. 2 elementləri yazaq da uşaqlar. Məsələn, B. Ad qoyaq da. Olsun AB. İndi mən bir neçəsini yazacağım, qalanı siz yazacaqsınız. Məsələn, K üçün yazaq AC. Məsələn, D çoxluğu üçün yazaq. Birincidən danışıram hələ ki. Deməli, CD. Və yaxud da ki,
Y çoxluğu üçün yaza bilərsiniz uşaqlar A, D. Yəni 2 dənə olsun da. 2 elementli A çoxluğu. A çoxluğu nədir? Öz balasını bura apara bilir. Baxın A, burada da B var, burada da B var. Yəni biri digərinin A çoxluğudur. Sonra A çoxluğunun neçə 4 elementli alt çoxluğu var. Baxın, A çoxluğunun neçə dənə 4 elementdir? Məsələn, A, B, C, D. Düzdür? Burada uşaqlar yalnız bir dənə alt çoxluğu olur. Sonra deyir ki, A çoxluğunun neçə 4 elementi bunu dedik. Neçə alt çoxluğu A olan bir neçə çoxluq yazın. Yozuq da məsələn B çoxluğu yazaq, elementləri olsun A, B. Nə bilim C çoxluğu yazaq, elementləri olsun A, C, D. Məsələn D çoxluğu yazaq, elementləri olsun deməli yazaq uşaqlar B, C, D. Sonra keçək növbəti sualımıza. Deyir, verilən milli musiqi alətləri çoxluğunu simli alətlər A, zərb alətləri B, nəfəs alətləri C alt çoxluqlarına ayırıb yazın. Məsələn, tar. Deməli, tar simli alətdir. Sonra kamança, kamança da simli alətə gedir. Nağara zərbdir. Balaban zərbdir. Balaban. Sonra saz simlidir. Dəftəki zərb alətidir. Bəs nəfəs aləti burada hansı oldu? Nəfəs aləti yoxdur. Kamançada simliyə gedir. Deyir ki, indi alt çoxluqlarına ayırıb yazın. Verilən milli musiqi alətləri çoxluğunun simli alətlər A, zərb alətləri Deməli, bu simli alətləri yazıb. Bizə dəqiqə uşaqlar, biz bunu seçdik, ayırdıq da buradan. Məsələn, E-mi verib tar, kamança, nağara, balaban, saz, dəf. Biz də ayırdıq. Mən burada nəfəs aləti görmədim. Yəni, bunlar, məsələn, tar simlidir, kamança simlidir, nağara zərb alətidir, balaban da zərbdir, düzdürmü? Saz simlidir, dəftə zərbdir. Yox, uşaqlar, burada bizə mənim səhvim nədir? Balaban nəfəs alətidir. Bax, səhvim oradadır. Bax, də gəl. Balabanı bilmirdim. Balaban, bir demək, əslində, nəsə çaşqınlıq oldu. Nəysə, balaban da gəlir nəfəs alətinə çıxır. Səhvim varsa qeyd edərsiniz, amma məncə balaban nəfəs alətidir. Deməli, bu oldu sim, nağara zərb, balaban nəfəs, saz simlidir, dəftə zərbdir. İndi düzəltdik səhvimizi. Sonra şərhlərə yazarsınız uşaqlar. Deyir ki, Venn diaqramında A və B çoxluqları təsvir edir. Hər iki çoxluğu elementlərini sadalamaqla yazın. Məsələn, baxın uşaqlar, B çoxluğunun elementi mart, aprel, maydır. Yəni 3 dənə elementi var. Amma A çoxluğunun elementi bu gördüyünüz hamısıdır. Yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, nəcəbsə dekabr, bu da dekabr. Hansı çoxluq digərinin altı? Baxın, B A-nın balasıdır. Deməli, B alt çoxluğudur A-nın. Sonra, məktəbin bütün şagirdlər çoxluğunu A ilə, həmin məktəbin 6-cı sinif şagirdlər çoxluğunu B ilə, bu sinifdə oxuyan əlaçılar çoxluğunu C ilə işarələyin. Və bu çoxluqları eyni Venn diaqramında təsvir edin. Hansı halda alt çoxluq düzgün yazılır? Gəlin, baxaq. Məktəbin bütün şagirdləri A-dır. 6-cı siniflər B-dir. Bu sinifdə oxuyan əlaçılar çoxluğunu C-dir. Bunu burada yazaq C. Və bunu deyir ki, və bu çoxluqları eyni Venn diaqramı ilə təsvir edin. Uşaqlar, baxın, C B-nin alt çoxluğudur, o da A-nın alt çoxluğudur. Burada kəsişmə olacaq B ilə, deməli, baxın, həm 6-da oxuyurlar, həm də əlaçıdırlar. Baxın, burada var. Sonra, deyir ki, bizə dəqiqə hansı halda alt çoxluq düzgün yazılıb?
Gəlin baxaq. C B-nin azçoxluğudur, bəli. Sonra B A-nın azçoxluğudur, bəli. Amma A B-nin azçoxluğu deyil uşaqlar. Çox. Bu da qurtardı. Bu da səhvdir. Bu da. Baxın, C B-nin azçoxluğudur, o da A-nın azçoxluğudur. Düz olanları qeyd elədim. Buna görə uşaqlar, sabah inşallah çoxluqlar üzərində əməlləri izah edəcəm. Kanalımıza abunə olmağı, videomuzu paylaşmağı unutmayın. Fikirlərinizi paylaşa bilərsiniz. Siz də bildiyiniz musiqi alətlərinin adını yazın və baxaq. Mənim orada deməli səfər edeyim balaban idi. Balaban nəfəs alətliymiş. Belə işlər. Oldu uşaqlar, təşəkkür edirəm. Videomuzu bəyənməyi və paylaşmağı unutmayın.